Yeni klinikanın həkimi Sevinç Məmmədova cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə yeni klinika publik hüquqi şəxsinin reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin ginekologiya şöbəsində həkim mama ginekoloq işləyən Sevinç Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci, yəni səhlənkarlıq ağır nəticələrə səbəb olduqdan maddəsi ilə cinayət işi başlanıb. İş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri və əldə edilmiş digər istintaq dəlillərinə əsasən Sevinç Məmmədovanın ötən il mayın 6-sında yeni klinikada Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Sevinç Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib. Barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbirləri seçilib. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Xatırladaq ki, 3-cü uşağını qeysəriyyə üsulu ilə dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat etmişdi. Ailəsi qadının ölümündə həkim səhlənkarlığının olduğunu iddia edirdi.